Putinlə görüşdə Zelenskinin qırmızı xətti tapdalandı. Rusiyadan Kiyevə ağır şərtlər. Ukraynada ateşkəsə nail olmağın ən sürətli yolu Rusiyanın 2022-ci ildə qanunsuz olaraq ilhaq eləməyə çalışdığı 4 şərqi Ukrayna regionu üzərində mülkiyyət hüququnu Rusiyaya verən strategiyanı dəstəkləməkdir. Report Reutersə istinadən xəbər verir ki, bu fikri Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpa onun xüsusi elçisi Steven Witkoff bildirib. Vəziyyətlə tanış olan mənbələrin məlumatına görə görüşdə iştirak edən Trumpın Ukrayna üzrə xüsusi elçisi Kit Kellogg Witkoffla razılaşmayıb. Agentlik qeyd edib ki, Kellogg Kiyevin mübahisəli torpaqlarla bağlı bəzi şərtlər üzrə danışıqlar aparmağa hazır olmasına baxmayaraq, bu ərazilərin tam mülkiyyət hüququnu Rusiyaya bir tərəfli qaydada verməyə heç vaxt razı olmayacağını israr edib. Görüş Trumpın Amerika Birləşmiş Ştatları strategiyasında dəyişiklik etmək barədə qərarı olmadan başa çatıb. Mart ayının ortalarında Kellogg'ın Rusiyanın onu Ukrayna yönümlü hesab edərək iştirakçılar arasında görmək istəməməsindən sonra müharibənin dayandırılması ilə bağlı yüksək səviyyəli danışıqlardan kənarlaşdırıldığı bildirilmişdi.